Növbəti sualım sizə boşanmaqla bağlıdır. Yəni bugünkü gündə qlobal problemlərdən biri boşanmaqdır. Təcrübəmdən bunu deyə bilərəm ki, yəni hal-hazırda iki təcrübə bunu həyatda bizə göstərir. Birinci, sosial durumun yaxşı olmaması. Çox təəssüflər olsun ki, bugünkü gündə yəni bizim gənclərimizin əksəriyyəti ailə dəyərlərini bəlkə də maddi dəyərlər üzərində qurduqlarına görə və yaxud da ki, maddiyyat umduqlarına görə olur da bəydir, insandır, həyatda o uğur qazana bilmir, müəyyən maddi durumu gözəl ola bilmir deyə, yaxşı yaşayış tərzi həyatı qura bilmir deyə buna bəzən də ailələr dözümsüzlük göstərir. Mən deyərdim, hara fırladırsan fırlad, istər maddi baxımdan olsun, istər həyatda sıxıntılar olsun, çətinliklər olsun, bunların bütün hamısının səbəbi gəlir insan həyatında dözümsüzlük və yaxud da ki, ona bizim dini terimlə desək, səbirsiz olduğuna görə ailələrin boşanma birinci səbəbləri həmin o sosial durumun düzgün tənzimlənməməsidir. Məsələn, fərz edin ki, ailədə belə bir zehinlərinə fikir qoyublar ki, mütləq mən ailə qurdum, ailə qurandan sonra mütləq mənim ideal bir şəkildə, lüks bir şəkildə evim olmalıdır, yaşayışım olmalıdır. Həyat ümumiyyətlə çətinliklərdən ibarətdir. Həyatda yaxşı günün də ola bilər, pis günün də ola bilər. Məsələn, heç kim özünə qarant vermir ki, bugün bunun maddi durumu həddən artıq yüksəkdir. Bunun maddi durumu yüksək olmağına baxmayaraq bunun yaxşı evi, şəraiti, hər bir şey var. Bu onun əlində daimidir. Ola bilər ki, bugün sənin əlində var. Ola bilər ki, 1 ildən sonra, 5 ildən sonra bu maddi durum əldən gedər. Çünki biz həyatda bunu görürük. İkinci məsələ, boşanmaların əksəriyyətində kənar müdaxilələr çox özünü əks etdirir. Yəni biz də bunu görürük. Kənar müdaxilələr dedikdə nə nəzərdə tutulur? Misal deyək də, mən keçən dəfə belə bir gənclərdən belə bir müraciət olundu, bir ailə dəyərlərindən söhbət düşdü. Həmin ailə dəyərləri haqqında bu qənaətə gəldim ki, deməli 14 fevraldır, səhv etmirəmsə, sevgililər günüdür. Bu bəy sevgililər günündə xanımına tutaq ki, məsələn, filan hədiyyəni almalıdır. Almayıb, qız tərəfinə adamları düşüb bunun üstündə ki, xeyr ola, bu mənə 14 fevralda sevgililər günündə hədiyyə, ailə boşanmalıdır. Axı bu hansı dəyərindən ölçülür ki, 14 fevral günü və yaxud da ki, 8 mart günü ailə içərisində hər hansı bir, belə deyim də, maddi bir şeydir də, indi hədiyyə adını qoyaq. Onu bəy gətirib xanımına təqdim eləyə bilmir və yaxud da sevgilisinə təqdim eləyə bilmir və yaxud da ki, özünün gələcək ailə həyatı quracaq xanıma təqdim eləyə bilmir. Aləm dəyib bir-birinə, ailələr müdaxilə edir və gənclərin həyatını puç eləyir. Və bir çox səbəblər həqiqətən də bu kənar müdaxilələrin öz böyük təsiri var. Düzgün seçim seçmirlər, düzgün addım atmırlar və kənar müdaxilələr əsasında bir deyirsən ki, bəyin və yaxud da ki, xanımın həyatı sonda puç olur və bu həm gənclərimizə, həm ailə dəyərlərimizə, həm cəmiyyətimizə böyük bir dənə travma verir. Əslində dinimizdə nə deyir? Dinimizdə deyir ki, əgər bəy ilə xanım arasında, ümumiyyətlə hər bir ailə arasında ixtilaf yaranarsa, həm qadın tərəfdən biri, həm bəy tərəfdən biri getsinlər, islahçı olsunlar, barışdırıcı olsunlar. Burada təəssüflər olsun. Bir də gözlən ki, bəy evinin xəbəri yoxdur, ana tərəfin, qız tərəfin anası, qohumları gəlib qızı götürüb aparıb evinə. Və yaxud da ki, tam əksi. Yəni bu müdaxilələr də təəssüflər olsun ki, cəmiyyətimizdə yad olan bir şeydir. Amma real olaraq bugün cəmiyyətimizdə var. Ümid edirik ki, inşallah bu maariflənmə işlərini apara bilsək, gənclərimizin həqiqətən də bu ailə dəyərlərinin nədən ibarət olduğunu düzgün şəkildə aşılaya bilsək. Mən deyərdim ki, bəlkə də bizim bugün cəmiyyətimizdə ailə institutlara ehtiyac var ki, bu dəyərləri gündəlik gənclərə, cavanlara aşılasınlar ki, hətta onlar ailə dəyərlərinin nə qədər müqəddəs olduğunu anlasınlar. Növbəti suala keçmək istəyirəm. Bir çox insanların maraqlandığı sual, hətta deyərdim ki, xanımlar daha çox maraqlandırır bu sual. Çox saylı arvad almaq nə dərəcədə düzgündür? Bugün təbiidir, həm cəmiyyətimizdə çox müzakirə olunan məsələlərdir, həm də bəzən görsən ki, İslami dəyərlərin belə deyim də, içərisinə atılmış bəzi suallar, bəzi şübhələr atılır ki, bəli, bu elə İslamın təbliğ etdiyi mövzulardan biridir. Ümumiyyətlə, bir kişinin 4 arvad almaq haqqı var, hüququ var. Əsla belə deyil. Yəni, təbiidir, bu mənim fikrimdir. Yəni, bu fikir müzakirəyə də açıqdır. Burada əgər birinci, təbiidir, dinimiz ümumiyyətlə insan həyatını tənzimləməkdən ötürü gəldiyinə görə də məhz
ailə həyatı insan həyatının ən mühüm bir mövzusunda çevrildiyinə görə və yaxud da ki, ən mühüm bir məsələsi sayıldığına görə dinimiz Qurani-Kərimdə ailə dəyərləri ilə bağlı çoxlu mesajlar verib. Qurani-Kərimdə ümumiyyətlə hansı dəyərlər üzərində ailə qurulmalıdır, hansı dəyərlərə daha üstünlük verməlidir, bunun haqqında mesajlar veribdi. Amma Nisa surəsi deyilən bir surə var, hansı ki, bunu Qadınlar surəsi kimi tərcümə də edirlər. Orada əslində İslama qədər bütün kişi və qadın irs məsələləri İslama qədər mən deyərdim ki, çox qarışıq bir mövzuydu. Həmin İslam dinimiz artıq Peyğəmbərimiz sonuncu din olduğuna görə mən deyərdim ki, həmin bu Nisa surəsində xüsusən də irs məsələsi ilə bağlı. İrs məsələsi bu deməkdir, yəni qadınla kişi ortaq olaraq həyat qururlarsa, həyat qurduqları zaman bunların malı olur, mülkü olur. Bu mal və mülkü özündən sonrakı vərəsələrə və yaxud da gözündən sonraki övladlara hansı şəkildə ötürülməlidir, onunla bağlı çox ciddi mesajlar verilib bu Nisa surəsində və mən deyərdim ki, ən dəyərli verilən mesajlar da odur ki, bəlkə də İslama qədər o haqq və hüquqlar düzgün şəkildə tənzimlənmirdi. İslam gəldi orada qadının da haqqını qorudu, kişinin də haqqını qorudu və eyni zamanda övladların da və digər qohumların da haqqını qoruduğuna orada mesajlar verir. Həmin bu Nisa surəsinin ilk ayələrində səhv etmirəmsə, belə bir ifadə keçir orada ki, Qurani-Kərimdə orada bütün müsəlman ümmətinin, eyni zamanda Quranı tərcümə edən insanların ortaya qoyduğu fikir bundan ibarət ki, orada Qurani-Kərimdə mesaj verilir ki, yəni sizin bəylər üçün təbii deyilir ki, 2, 3 və yaxud da ki, 4 qadın qurmaq haqqınız var, hüququnuz var. Əgər siz bunlar arasında bərabərlik və ədalət bərpa edə bilməsəniz, birlə kifayətlənin. Mən deyərdim ki, mənim şəxsi fikrimdir. Elə bunu dedim ki, müzakirəyə açıqdır. Orada təbii mövzu, yenə deyirəm, kişilərin 4 qadınla evlənməsi ilə bağlılığı yoxdur. Orada İslamda bilirsiniz də, o vaxt Peyğəmbər sallallahu dövründə kimsəsiz uşaqlar vardı və yaxud da ki, yetim uşaqlar vardı, qayğı sayğıya ehtiyacı olan ailələr vardı. İndi məsələn biz hüquqi dövlətdə yaşayırıq deyənə şükürlər olsun, artıq biz özümüz də bir neçə belə proqramların özündə iştirak edirik. Hüquqi dövlətdə olduğumuza görə xüsusi özəlliklə səhv etmirəmsə müəyyən qurumlar deməli kimsəsiz uşaqların həyatını təmin etməkdən ötürü və yaxud da ki, ata-ana qayğısından məhrum olan uşaqları himayədar adı ilə özəl qurumlar yaranır və həmin qurumlar vasitəsilə o övladlara həqiqətən də himayədarlıq etmək haqqı verir. Məsələn, həmin övladları, mən bildiyim qədər orada verilən qanunvericidə budur ki, əgərlər bir ailə bir uşağı himayəsinə götürürsə, onu saxlamağa götürürsə, təbiidir, burada övladlığa deyil, oğulluğa deyil, sadəcə himayədarlıq edir, müəyyən bir yetkinlik yaşına qədər buna maddi vəsaitindən dəstək olur. Bunun üçün dövlət şərait yaradıb və müəyyən ailələr testdən keçirilir. Həqiqətən də əgər onlar həmin uşağın tərbiyəsi ilə və yaxud da ki, belə deyim də, hər bir işi ilə maraqlana bilərsə, dövlət hətta o himayədarlıq edən insanlara məbləğ verir. Baxın, biz hüquqi dövlətdə olduğumuza görə indiki dövrdə bu qanunvericindən tənzimlənir. O ayədə də qeyd olunan budur ki, yəni yetim uşaqlar, kimsəsiz uşaqlara qayğı etməkdən ötürü və sayğı etməkdən ötürü, yəni yetim uşaq budur ki, atası dünyasını dəyişib, anası və övladı qalıb həyatda. Quranda orada gözəl buyurur ki, və in xiftum fil yatama Allah tuqsitu. Yəni yetimlər mövzusu, çünki orada şərt var. Yəni yetimlərin əgər həqiqətən də himayədarlığını öz öhdəsinə götürmək istəyirsə, Allah bu qayda qanun əsasında sizə icazə verir ki, o yetimlərin analarını və yaxud da ki, yetimlərin qorunması üçün müəyyən ailə həyatı qurasınız, müəyyən addımlar atasınız ki, o uşaqların himayəsi düzgün şəkildə olsun, düzgün tərbiyələnsin. Bu heç də İnsanın nəfsi istəyi ilə deyil. Tutaq ki, burada kişilərin özünə məxsus nəfsi istəyi ola bilər. Kişilər 4 qadınla evlənsin. Xeyr, belə bir ifadə yoxdur. Sadəcə o zamanki hüquqi qanun, hüquqi dövlət, Peyğəmbər sallallahu təsis etdiyi İslami qayda qanunlara görə bu tələbatı istirdi deyənə, ona görə bunu İslam təqdim etdi. Sadəcə İslamın təqdim etdiyi həmin o yetimlərə xidmət qayğı qaldı kənarda. Kişilərin gözləri yönəldi hansı tərəfə? Yox, burada 4 dənə arvadın adı qeyd olunub. Ona görə mütləq 4 arvad almalıdır. Xeyr. Yəni bu nizam intizamın pozulmasına səbəbdir. Yəni mən hətta belə bir deyim var, deyir ki, Allah təbarək və təala Adəm əleyhissalatu vesselamı yaratdı. Adəm təkidir.
onun ehtiyacını və tələbatını təmin etmək üçün onun üçün yeganə tək bir xanım yaratdı. Onu da Həvvanı yaratdı. Yəni orada Adəm əleyhissalatu vesselam haqq və hüquq vermədi ki, o kişi bir dənədir, onun üçün 4 dənə arvad yaratsın. Xeyr. Bir kişiyə bir qadın yetər. Hələ mən deyərdim ki, evində olan bir qadınına sahib çıxsın, yiyəlik eləsin, ona düzgün həyatın xoşbəxtliyini versin, onu daha düzgün belə deyim də tərbiyələndirə bilsin, həyatın hər gözəlliklərini ona yaşatsın. Ondan sonra fikirləşsin. Amma təəssüflər olsun. Yəni Allah Qurani Kərimdə Həzrəti İbrahim peyğəmbərin həyatından bir nümunə çəkir. İbrahim peyğəmbərin həyat yoldaşı Sara xanım həm gözəl, həm də çox belə deyim də İbrahim peyğəmbərdir. Yəni peyğəmbərin hər zaman qulluğunda duran bir xanım olubdu. Sadəcə Quranda da gözəl deyilir ki, bunların övladları olmadı. Övladları olmadı. Hacer adında bir kəniz, hansı ki İbrahimlə Saraya xidmət edən kənizlərdən biri olur. Sara gəlir İbrahim peyğəmbərə qayıdır ki, mən sənə icazə verirəm ki, mənim icazəmlə sən həmin bu kənizim olan Hacerlə ailə həyatı qur ki, uşaq dünyaya gələ. İbrahim də peyğəmbərdir. İndi biz peyğəmbər həyatının nümunəsinə baxaq da. Allah bunu Qurani Kərimdə mesaj verəndə elə belə vermir. İbrahim peyğəmbər də baxır gör ki, Sara həyat yoldaşı ona təklif edir ki, sən kənizimiz və yaxud da ki, xidmətçimiz olan Hacerlə ailə qur ki, uşaq dünyaya gəlsin. İbrahim deyir ki, yox, burada mən öz nəfsimdən hərəkət edə bilmərəm, mən Allahın vəhyin gözləyirəm. Çünki qadınlarda belə bir şey var, o qısqanclıq məsələsi var. Yəni, tutaq ki, fərz edə ki, xanım gəlib bu tələbi istəyirsə də, bir müddətdən sonra bəlli məsələ ki, burada müəyyən bir qısqanclıq meydana gələr. İbrahim vəhi gözləyir. Allahdan İbrahimə vəhy gəlir ki, yəni sənin nəslinin həqiqətən də çoxalması zəruriyyətdən olduğuna görə sənə Hacerlə ailə qurmağa izin verilir. Bəli, Hacerlə İbrahim izin alandan sonra Allahdan təbii ki, evlənir. Evləndikdən sonra İsmail peyğəmbər dünyaya gəlir. Hansı ki, indi biz bu günlərdə Qurban bayramını yaşayırıq. İsmail peyğəmbərin adından bağlananda İsmail peyğəmbər çox ədablı, əxlaqlı, özünə görə də indi həm də peyğəmbərdir. Gözəlliyi də başqa bir şeydir. Hacerlə İbrahim, bir də ortalıqda olan İsmail övlad ki var. Biraz burada elə bil sevgi, məhəbbət bu iki nəfər arasında biraz çoxalır. Sara başlayır burada artıq qısqanmağa və vəziyyət xarab olur. Sara öz təklif etdiyi həyat yoldaşını belə İbrahimə başlayır bir müddət qısqanandan sonra Allahdan nida gəlir. Yəni bunu deyirəm eşitsinlər ki, Allahdan nida gəlir. İbrahim peyğəmbər dedi ki, Sara birinci arvaddır, birinci olaraq qalır. Hacəri götürürsən övladıyla aparıb atırsan çöllüklərə. Ona görə İbrahim peyğəmbər Hacəri İsmaillə götürür, gəlir Məkkənin o hal-hazırda insanlar ki ziyarət edir Səfa Mərva dağı arasında. Özünüz də ziyarətdə olmusunuz. Orada Zəmzəm suyunun çıxması. İbrahim Allah tərəfindən verilən mesaja görə Sara birinci xanım olaraq dəyərliliyini qoruyur, saxlayır. O hər nə olursa olsun sənin birinci xanımında qalır yerində. İkincini götür aparar çöllüklərə. İbrahim aparır Sara xanımın, Hacəri İsmaillə o Məkkənin çöllüyündə qoyanda bir dənə Allahdan deyir ki, ilahi mən gətirdim nəslimi, həyat yoldaşımı qoydum bu çöllükdə. Səndən istəyim budur ki, buranı bərəkətli, xeyirli elə. Sara da, Hacer də İbrahimin o dəvətini qəbul edir Allah elçisi olduğuna görə. Amma Allah hər ikisini tarixdə neynədi? Kitaba saldı. Hacer su üçün övladının su olmadığı bir yerdə qaçır ora-bura. Bir də gəlir baxır ki, Allah İsmailin ayağının altından o Zəmzəm suyu ki var bugün dünyalar ondan içir və bütün hacca gedən insanlar ondan istifadə edir. O bir dənə Allahın verdiyi mesaj arasında iki xanımın peyğəmbər olub belə. İki xanımın bir-birindən qısqanclığı nəticəsində yenə də burada Allahın əmrlərinə itaat etdiyinə görə Hacer İbrahimi eşitdiyinə görə Allah onun ayağının altından Zəmzəm suyunu qoyur. Və hətta insanlar bugün Səfa Mərva arasında səy edirlərsə, həmin Hacerin etdiyi hərəkəti yerinə edir. Yəni deməyim bundan ibarətdir ki, ay çox arvadlıq, çox nə bilim ailə qurmaqlıq, bu ümumiyyətlə bizim cəmiyyətimizdə yoxdur. Bəli, təəssüflər olsun ki, bu ərəb mədəniyyətində bəlkə də bu şeylər öz əksini tapıbdır. Hər bir cəmiyyətin özünə məxsus mədəniyyəti var. Bunu biz İslamla dəyərləndirməyək, İslamla əlaqələndirməyək. Elə cəmiyyət var, onu qəbul eləyəcək və yaxud da ki, ona ehtiyac və zəruriyyət duyacaqsa, o artıq onlar o cəmiyyətin öz işi, öz problemidir. Bunu birbaşa İslamla, hər hansı bir mədəniyyətlə əlaqələndirmək deyil. Ona görə dediyim kimi, bir xanımın varsa ona sahib çıx, yiyə çıx, o biriləri düşünmədən yaxşı olacaq.